Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, Ukrayna prezidenti Zelenski Türkiyədə rəsmi səfərdədir. Bir sıra orada vacib açıqlamalar verilib və bu əsnada da yenə də Ukraynanın xalqından xəbərsiz Ukraynanı bölüşdürürlər. Baxırıq görürük ki, ay Ukraynanı Avropada satdılar, ay yenə də Amerika Ukraynaya məcbur edir ki, o Donbası Rusiyaya versin, Krımı Rusiyaya versin və atəşkəsə getsin. Mənim məsələn, bunlar 4 ildir var və çox mənasız məsələlərdir. İnanın mənə, çox mənasız məsələ. Niyə görə? Çünki əvvəla bunu Zelenski eləyə bilməz. Bu referendumluq məsələdir. Ukrayna torpaqlarını kimsə kimsəyə güzəştə gedə bilməz. Bu bir dəfəlik surətdə bu formada başa düşülməlidir. Bu Rusiyanın mediasının yenə də şousudur. İkinci bir məsələ, Erdoğan Zelenski ilə görüşdə bildirib ki, necə ki Azərbaycan Türkiyənin təhlükəsizlik məsələsinə aiddir, Qəzza və Ukraynada Türkiyənin təhlükəsizlik məsələlərində maraqlarına aiddir və Ukraynanın torpaq bütünlüyü bizim daxili məsələlərimizdən biri kimi ki, ifadə edib. Əlbəttə, bu doğru bir ifadədir. Biz buna çox sevinirik. Amma təəssüflər olsun ki, bugün Türkiyə mediası sanki əsir düşüb. Türkiyə mediası birbaşa Rusiyanın pulu ilə hərəkət edir. Çünki səhərdən axşama qədər Türkiyə mediasında biz bir dənə normal bir nə xəbər görə bilirik, nə də normal bir açıqlama görə bilirik. Səhərdən axşama qədər Qəzzada bir zalimlik, bir zülm axtarırlar. Amma bu günləri Rusiyanın, Türkiyənin gəmisini Rusiya tərəfdən vururlar. Bir dənə də media səsini çıxartmır, demir ki, Putin kafirdir və yaxud da Putin zalimdir, bizim gəmimizi niyə vurub? Bundan heç kəs danışmadı. Bunun üstünü örtdülər, keçdi. Rusiyaya qarşı hamısı susub, amma birdən Zelenski olduqda hər kəs Zelenskini təhqir edir. Sanki hər şey Zelenski elədi, Zelenski verdi. İnsanların gözünə baxa-baxa bu yalan Türkiyə xalqına ötürürlər. Deyirəm, Türkiyə xalqı demək olar ki, bu komplo teorilərinəsirinə çevrilib. Bunların əlində heç kəs həqiqətdən danışmır və həqiqətə susamış bir cəmiyyətdir. Bugün Zelenski səhərdən axşamda pislənilir, halbuki Zelenskiyə hücum edilib. Amma Rusiyadan bir nəfər də olsun ağzını açıb danışmır. Hər kəs zalimi axtarır Qəzzada, amma bir nəfər də olsun dünənləri məsələn Rusiya zərbə vurub 19 nəfər sivil insan ölüb, körpə ölüb. Bir nəfər də olsun Putinə demir ki, ey zalim, dayan müharibə, dayandıra bilmir. Ona görə bunlar səmimiyyətsiz siyasətdir. Bu səmimiyyətsiz siyasətə görə də təəssüflər olsun ki, Türkiyənin heç bir yerdə yeri yoxdur. Bilir ki, onu Avropaya götürməyəcəklər. Çünki bu zehniyyətlə Avropaya götürə bilməzlər. İkinci tərəfdə şərtə girmək istəyir, şərtdə imkan vermirlər. Elə başda ilə Rusiya, Hindistan olmalı qoymurlar. Bu tərəfdən BRICS-ə daxil olması orada qoymurlar. Yəni Türkiyə kimi böyük bir nəhəng dövlət bugün sanki yer tapa bilmir özünə. Bu da təəssüflər olsun ki, bunu deməyə məcburuq ki, Erdoğanın yanlış siyasətidir, duginci siyasətidir. Çünki Türkiyənin özündə də Avrasiyaçılıq bir modelinə bir soyunma vardı, bir bəyənmə vardı. Orada özümüzə yer tutacağıq, Avrasiyaçılığın mülk güclü dövlətinə çevirəcəyik. Əgər bizi Avropa buraxmırsa, indi aydın oldu ki, Avrasiyada yerində deyil. Avrasiyada hər kəs öz canının hayındadır. Rusiya məhv olur. Digər tərəfdən İran da çöküb. Avrasiyada da yerimiz yoxdur. Yəni bu mənada istəyirdim fikirlərimi bildirəm ki, təəssüflər olsun bir şey məsələni deyim ki, əgər bu gün Ukraynanın arxasında həqiqətən Türkiyə həqiqi mənada durmuş olsaydı, sizə bir söz deyim ki, bu gün heç vaxt Rusiya risk edib Ukrayna ilə müharibəni davam etdirə bilməzdi. Təəssüflər olsun Avropada bu gün Rusiyanın qarşısına çıxacaq heç bir güc yoxdur. Türkiyədə sadəcə öz xeyri üçün əlbəttə var gəlidir. Bir nəfər deyəcək ki, eləməlidir bunu, hər kəsin marağı var. Əlbəttə marağı var. Amma sülhdə ki maraqlısan, həqiqətən Krımın Ukraynada qalmasını istəyirsənsə, həqiqətən Rusiyanın bu şovinist siyasətinə qarşı duruş gətirmək istəyirsənsə, onda həqiqətən zalıma qarşı durmalısan, yəni Putinə qarşı durmalısan. Türkiyənin yüksək səviyyədə Ukraynanın arxasında durması o müharibəni daha tez dayandırardı. Bu günləri elə məhz Zelenski də bildirib ki, biz istəyirik ki, Türkiyə istəklər koalisiyasında olsun. Bəli, əgər həqiqətən Rusiyanın məğlub olmasını istəyirsənsə, Rusiya işğalçıdırsa və sülhə getməsini istəyirsənsə, niyə istəklər koalisiyasında deyilsən? Burada artıq məsələ bəlli olur ki, Türkiyənin mövqeyi nədir, dünyanın mövqeyi nədir? Təşəkkür edirəm diqqətinizə görə.